Ukrayna hərbi hava qüvvələrinə məxsus MiG-29 qırıcısı Rusiya ordusunun sursat saxladığı anqarı vurub. Fransada istehsal olunmuş və yüksək dəqiqliyi ilə seçilən AASM-250 Hammer bombası ilə endirilmiş zərbə nəticəsində içərisində canlı qüvvə və sursat olan anqar partlayıb və orada olan hərbiçilər məhv edilib. Qeyd olunmalıdır ki, son günlərdə Ukrayna ordusu işğalçı Rusiya ordusunun mövqelərinə Qərbdə istehsal olunmuş və hərbi yardım çərçivəsində Ukraynaya təqdim edilmiş yüksək dəqiqliyə malik bombalarla zərbələrini artırıb. Belə zərbələr həm Rusiya ərazisindəki körpülərə və logistika yollarına, həm də işğalçı qüvvələrin mühüm hərbi obyektlərinə və Ukraynanın işğal olunmuş ərazilərindəki hərbiçilərin toplaşdığı məntəqələrə endirilir.